Bakı və Moskva Rusiya və Rusiya Seqodunun Azərbaycandakı nümayəndəliyi üçün qarşılıqlı məqbul həllər tapacaqlar. Yenavaz.com xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mikhail Evdokimov Livetvaza müsahibəsində danışıb. Bakıdakı Rus evi məsələsinə toxunan diplomat onun Azərbaycan tərəfinin xahişi ilə bağlandığını bildirib. Stat: Hazırda Rusiyanın Bakıdakı səfirliyi qismən mədəni humanitar layihələrlə məşğuldur. Lakin əsas odur ki, mənə elə gəlir ki, biz Azərbaycan tərəfi ilə bu məsələ ilə bağlı, o cümlədən Sputnikin mövzusu ilə bağlı müsbət dialoqa başlamışıq. Statın sonu. Evdokimov ümid edir ki, bu dialoq davam edəcək və qarşılıqlı məqbul həllər tapılacaq. Stat: Çünki Azərbaycanın bir sıra mədəniyyət mərkəzləri və azərbaycanlı jurnalistlər Rusiyada uğurlu fəaliyyət göstərir. Statın sonu. Xatırladaq ki, daha öncə Rus evi Azərbaycanda fəaliyyətini dayandırmaq üçün tədbirlər gördüyünü bəyan edib. Bildirilib ki, fəaliyyətin dayandırılması üçün tədbirlər Azərbaycan Xarici İşlər Nazirliyinin tələb əsasında görülür.